vurmanı yerinə yetirin. Bugünkü dərsimizdə 2 onluq kəsri 32,12-ni vuracağıq 0,5-ə. Belə bir onluq kəsirlərin hasilini tapanda biz həmin nöqtələrə, yəni kəsr və tam hissələrinə fikir vermirik. Sadəcə olaraq bunu tam bir ədəd kimi bir-birinə vuracağıq. Sonradan isə nöqtələrin və ədədlərin sayını tapıb nöqtənin yerini təyin edəcəyik. İndi göstərəcəm. 32,12 vur 0,5. Gördüyünüz kimi mən heç bir nöqtəni nöqtənin altından yazmadım və bütün ədədlərimi sağ tərəfdən düzləşdirdim. Yəni onluğun olub olmamasından vaz keçdim. İndi sadəcə olaraq bu iki ədədi bir-birinə vuracağım. Yəni 5-i 3212-yə vuracağım. 5 vur 2 0 yazıram bir yadda. 5 vur 1 5, bir də yadda 6. Bunu çəhrayı rənglə yazdım. İndi bunu başqa rənglə yazıram 6. 5 vur 2 10. 0 yazıram bir yadda. 5 vur 3 15. Bir də yadda elədi 16. Bunu da başqa rənglə yazıram. Aha 16. 0'ı bütün ədədlərə vuranda isə bildiyiniz kimi 0 alınacaq. Ona görə də onun yazmağın heç bir mənası yoxdur. Biz axı bilirik ki 0'ı istədiyimiz ədədə vuranda 0 alınır. İndi isə keçirik əsas məsələyə. Yəni nöqtənin yerini müəyyənləşdirəcəyik. Hasildə nöqtənin yeri vuruqların nöqtələrdən sonra ədədlərin sayına bərabərdir. Burada 3 dənə ədəd var nöqtələrdən sonra. Deməli, hasildəki olan nöqtəm sağ tərəfdən sol tərəfə keçirəm. 3 dənə ədəd və burada nöqtə qoyacağım. 1, 2, 3 və aşağıdan da 1, 2, 3. Bunun cavabı 16'dan 1000'də 60 da demək olar. Amma biz bilirik axı 0'ı axırda yazmamaq da olar. Deməli, 16'dan da 6. Bizim İki kəsirimizin bir-birinə vurmağında nə idi? Cavabıdır. Gəlin bunu bir balaca dəqiqləşdirək. 0,5 nə deməkdir? 5 də 10'dur. Bunu da biz ixtisar eləyirik. 2-də 1 alınır. İndi 32,12'ni vuracağıq 2-də 1'ə. Deməli, sadəcə 32,12'ni bölürük 2'yə və bu doğrudan da 16,6'ya bərabərdir.